Salam dostlar, axşamınız xeyir. Bugün sizə necə onlayn bilet almaq olar, onu göstərəcəm. İndi diqqətlə mənə baxın. Play Store ya da ki App Store-a giririk. Daxil oluruq yazma yerinə. Buradan azal yazırıq. Burada indi məndə yüklüdür. Siz də girib yükləyə bilərsiniz. Buradan yüklüyorsunuz və gelirsiniz proqrama. Proqramda burada məsələn burada bütün məlumatlarınızı yazırsınız. Sonra isə Naxçıvan, məsələn Naxçıvandan Bakıya getmək üçün 2 sərnişin. Buradan yazırıq məsələn neçə sərnişin olacağını, ekonomi və ya biznes. Ekonomi seçirik və burada biletləri axtarıb baxırıq. Məsələn, ayın 14 avqustda bu boyda bilet var. Saat 11-ə işləmiş 15 dəqiqə. Sonra 3-ə işləmiş 10 dəqiqə, 4-ə işləmiş 10 dəqiqə və 7-də 8-ə qalmış 20 dəqiqə. Sonra 9-da onun yarısı 11-ə işləmiş, 11-ə qalmış 20 dəqiqə belə vardı və biletləri buradan baxa bilərsiniz. Qiymətləri də yanında yazır. Qiymətləri də üstündə yazılır. Belə baxıb yararlana bilərsiniz. Və abunə olmağı, videoya yorum yazmağı, bəyənməyi unutmayın. Çox sağ olun. Gecəniz xeyirə qalsın.